Güvən sınaq imtahanına salınmış bu sualın izahına baxırıq. Kanala abunə olub videolardan yararlanın. Qonşu bucaqlardan birini 40% artırırıq, digərinə bərabər olur. Qonşu bucaqların kiçiyini tapın. Əvvəlcə biz düşünək ki, qonşu bucaqların cəmi neçə dərəcə edir? 180 dərəcə, düzdür? Birini x götürək, birini y toplayaq, 180 dərəcə olsun. Birini 40% artıraq. Gəl x-i 40% artıraq. X-i 40% artırmaq nə deməkdir? X-in üstünə x vur %40'ı gəlmək. Bu sıfırlar silinir buradan. Burada alınır x üstə gəl. X vur 10/4. Yəni 0,4x. Bu da edər 1,4x. Deməli, y bərabərdir 1,4x yazacağım. Çünki deyir ki, 40% artırandan sonra biri digərinə bərabər olur. Aparıb indi bizə verilən bax, daha doğrusu bizim yazdığımız bu ifadədə yerinə qoyaq. X qalsın olduğu kimi y-in yerinə 1,4x qoyacağım. Bərabərdir 180 dərəcə. Olur 2,4x bərabər 180 dərəcə. X bərabər 180'i böləcəm 2,4'ə və buradan x-i tapmış olacağıq. X olacaq 75 dərəcə. Bizdən də bucaqlardan kiçiyini istəyir. Elə düzgün cavab B variantı.